19-cu əsrin əvvəlində Bakı, genişlənən imperiyanın kölgəsi qarşısında qədim qala divarları arxasında dayanmışdı. Şəhərin kənarında Rusiya ordusu toplaşmışdı. İntizamlı, müasir və toplarına, süngülərinə arxayın. Onların başında güzəştə deyil, hökmə öyrəşmiş bir sərkərdə Pavel Sisyanov dayanırdı. Qalanın içində isə Bakı xanı və onun şərq üslublu sərkərdələri talilərini müəyyən edəcək anın yaxınlaşdığını bilirdilər. Qala divarları önündə danışıqlar təşkil olundu. Bir tərəfdə ruslar, digər tərəfdə Bakının rəhbərləri. Sisyanov təkəbbürlə danışır. Təslimi sanki artıq qaçılmaz hesab edirdi. Lakin tarix hər zaman imperiyaların planlarına uyğun hərəkət etmir. Bir anın içində qəfil bir zərbə endirildi. Xanın yaxın adamlarından biri hücum etdi və Sisyanov yerə sərildi. Onunla birlikdə hökmranlıq iddiası da çöktü. Rus sıralarında dəhşət dalğası yayıldı. Əminlik xaosa çevrildi. Bakının qapıları bağlı qaldı. Qala divarlarında bayraqlar yüksəldi. Güc və təhdid qarşısında şəhər müqaviməti seçdi və Bakı tarixə düşdü.